Uşaq xəstələnirsə mütləq vitamin lazımdır. Yanlış. Bunu qəbul etmirik. Uşaqlar viruslarla təmasda olduğu zaman xəstələnə bilər. Sadəcə uşaqlarımızın sağlamlığından əmin olmalıyıq. Bəzən valideynlər uşaq xəstələnən kimi gedirlər vitamin preparatlarına öz başına istifadə edirlər. Unutmayaq ki, lazımsız qəbul etdiyiniz vitaminlər orqanizmə daxil olduğu kimi o şəkildə orqanizmadan çıxır. Uşaq tez-tez xəstələnirsə vitamin əksikliyi və kalsi əksikliyi var. Bu mifdir. Təəssüf ki, bəzən valideynlər öz başına kalsi və ya da D vitaminləri uşaqlara yükləyirlər ki, bu da toksiki dozla nəticələnir. Ancaq təbii ki, bunu həkim inkar etməlidir. Uşağın bağırsaq sağlamlığı, allergiyası, anemiyası olub-olmadığını araşdırmaq lazımdır. Çünki tez-tez tərləyən uşaqların məhz altında bu səbəblər yata bilər ki, bunu həkim müayinəsi və laborator müayinə ilə araşdırmaq mümkündür. Uşaq iştahsızdırsa vitamin verməliyik. Hər iştahsızlığın altında vitamin əksikliyi yatmır. Bu miflərdən növbətisidir. Ürək qüsurlarında belə uşaqlarda iştahsızlıq müşahidə etdiyimiz hallar olubdur ki, buna valideynlər məsuliyyətli yanaşıb həkim müayinəsinə yönlənməlidirlər. Doktor, hər burun axıntısı olan, hər öskürən uşağa antibiotik verilməlidir. Bəli, aktual mövzulardan biridir. Payız və yaz aylarında bunu biz müşahidə edirik. Xüsusilə də bu dövrdə uşaqların virus kontaktları çox olur ki, hər burun axıntısına biz antibiotik vermirik. Ümumiyyətlə bəzən olur ki, dərman vermirik. Sadəcə fizioloji məhlullarla burun təmizliyini diqqətdə saxlamağa çalışırıq. Bir də unutmayaq ki, uşaq sağlamlığı məhz bağırsaqdan başlayır. Bağırsaq sağlamlığına diqqətli olmalısınız.